Salam, mən Səfərova İlahə, Tarix Asan İzahda kanalına xoş gəlmisiniz. Mən bugün sizə 15-ci əsrdə sosial-iqtisadi həyat haqqında məlumat verəcəm. Videoya keçməzdən əvvəl kanalımıza abunə olmağı, like düyməsini sıxmağı unutmayın. İdarəçilik və ordu quruculuğu. Əvvəlcə bunu vurğulayım ki, biz burada 15-ci əsrin sosial-iqtisadi həyatından danışırıqsa, burada söhbət Ağqoyunlu və Qaraqoyunlu dövlətlərindən gedir. Yəni 15-ci əsrin birinci yarısında Qaraqoyunlu dövləti mövcud olmuşdu, 15-ci əsrin ikinci yarısında da Ağqoyunlu dövlətindən söhbət gedəcək. Deməli, bu dövlətlərin də yaranmasında Oğuz-Türkman boyları mühüm rol oynadığına görə, yəni onların da idarəçiliyi Səlcuq İmperiyası dövründən formalaşmış ənənəvi sistem üzərində qurulmuşdu. Baxın, ta qədimlərə getsək biz, məsələn, ərəblərin idarəçiliyi Sasanilərin idarəçilik sistemi üzərində qurulmuşdu. Yəni, hər bir dövlət özündən əvvəlki idarəçiliyi götürür və onun üzərinə əlavələr etməklə bunu təkmilləşdirir. Məsələn, Səlcuqlardan sonra Monqollar bir qədər, yəni Hülakülər dövründə Monqollar bu dövlətçilik elementlərinə bir qədər əlavələr etmişdi. Monqollardan sonra da elə bu dövlətlərimiz Ağqoyunlu, Qaraqoyunluların dövründə bu idarəçilik daha da belə deyək ki, təkmilləşmişdi. Dövlətin başında, yəni bu dövrdə dövlətin başında padşah dururdu. Padşah qeyri-məhdud hakimiyyətə malik idi. Onun bütün tapşırıqları da dərhal yerinə yetirilməli idi. Padşahdan başqa Ağqoyunlu dövlətində sultan titulu da var idi. Həsən Padşah Osmanlı dövlətindəki kimi özünə sultan titulu götürmüşdü. Eyni zamanda burada Ağqoyunlu və Qaraqoyunludan başqa Kürdən şimal-şərqdə Şirvanşahlar dövlətimiz də mövcud idi. Şirvanşahlar dövlətində isə bildiyimiz kimi dövlətin başında şah dayanırdı. Gəldik Əmir-ül-Üməraya. Əmir-ül-Üməraya isə əsasən yarımköçəri türk əyanlarından təyin olunurdu və eyni zamanda sülalə üzvlərindən təyin olunurdu və dövlətdə ikinci şəxs idi, qoşun başçısı idi. Əmir-ül-Ümərə titulu hökmdar tərəfindən şəxsən verilirdi və onun hökmü əmirlər və digər rütbəli, hərbi rütbəli məmurlar üçün qanuni idi. Yəni əmirlər özləri qoşun dəstələrinin başçısı idi. Bu Əmir-ül-Ümerada əmirlərin başçısı idi. Yəni əmirlərin əmri də belə deyək, əmirlərə də başçılıq edən Əmir-ül-Ümera idi. Gəldik Sədrəzəmə və yaxud da Mövlanə də deyirdilər bu Sədrəzəmə. Baş sədri idi. Müsəlmanların ruhani başçısı idi. Dövlətdə üçüncü şəxs sayılırdı. Vəqf əmlakına və digər idarələrə rəhbərlik edirdi və həm də deyir, vəqfdən gələn gəlirlərə də nəzarət edirdi. Baş vəzir də belə deyək ki, bütün dövlətlərdə olduğu kimi bunun işi maliyyə sistemini, dövlətin gəlirlərinə, maliyyə sisteminə rəhbərlik etmək idi. Eyni zamanda bu dövrdə ali divana da rəhbərlik edirdi və sahibi divan da adlandırırdılar vəziri. Yəni ali divan nə idi? İndi onu növbəti slaytımızda deyəcəm. Ali divan da hökmdarın yanında məşvərətçi orqanı idi. Bu, hökmdar yanında sarayda vəzifə tutan əyanlardan təşkil olunurdu. Bundan başqa, Ali divandan başqa bir dənə də məşvərət orqanı var idi. O da Kənqaş idi. Kənqaşın Ali divandan fərqli cəhəti bu, qapalı məşvərət orqanı idi. Yəni, gizli keçirilirdi burada. Gizli, belə deyək ki, müzakirə olunurdu. Sülalə üzvlərindən və əmirlərdən təşkil olunurdu. Burada da dövlətin müharibə, sülh məsələləri, taxtaca varislik məsələləri bu Kənqaşda həll olunurdu. Və bunlardan başqa Qaraqoyunlularda, Ağqoyunlularda eşik ağası, qapçı, xəzinədar, möhürdar kimi aşağı rütbəli məmurlar da mövcud idi. Qazılar kimlər idi? Məhkəmələrə, dini işlərə baxırdı qazılar. Yəni məhkəmələr də şəriət qanunlarına əsaslanırdı o dövrdə. Burada şəkillərə baxsaq, Baharlı döyüşçüsünə məxsus dəbilqə görürük. Yəni Qaraqoyunlulara məxsus dəbilqəni görürük. Bu da Azərbaycan İncəsənət Muzeyində saxlanılır. Digər rəsmdə isə Bayandurlu ağır silahlı atlı döyüşçüsünün belə deyək ki, geyimini görürük. Bu isə Nyu-Yorkda saxlanılır Metropoliten Muzeyində.
Ordu iki hissədən ibarət idi. Biri elatlardan toplanan qoşunlar, biri də daimi qoşunu göstərə bilərik buna. Yəni, amma ordunun əsasını elatlardan toplanan döyüşçülər təşkil edirdi bu Ağqoyunlu və Qaraqoyunlu dövlətlərində. Deməli, elatlardan toplanan qoşunlar müharibələr zamanı toplanırdı və ordunun sayca çox hissəsini təşkil edirdi və yalnız hərbi əməliyyatlar zamanı maaş alırdılar bu elatlardan toplanan qoşunlar və həmin bu qoşunlara da əmirlər başçılıq edirdilər. Daimi qoşuna gəlsək, daimi qoşun adlanırdı xassiyə əskərləri. Yəni, daimi qoşun olduqlarına görə bunlara illik maaş verirdilər və bu qoşun da ordunun özəyini təşkil edirdi. Bəs indi deyəcəyik, bu ordunun özəyini təşkil edir, elatlardan toplanan qoşun da sayca çox hissəsini təşkil edir. Bəs bu necə olur? Baxın, elatlardan toplanan qoşun yalnız müharibə zamanı, yəni çox hissəsini təşkil edirdi. Yəni, müharibə zamanı biz bunu ordunun özəyini təşkil edir kimi götürə bilərik. Amma daimi qoşun hər zaman ordunun özəyini təşkil edirdi. Bundan başqa Qaravul da var idi burada. Qaravul da kəşfiyyat işinə baxırdı. Və eyni zamanda təbaçı. Təbaçı da müharibə ərəfəsində vilayətlərdən qoşun toplayırdı və onların sayını dəqiqləşdirən məmur adlanırdı. Qoşun dəstələrinin də başçısı əmir adlanırdı. Qaraqoyunlu və Ağqoyunlu dövlətləri mərkəzləşmiş dövlət ola bilmədilər. Bunun da bəzi səbəbləri var idi. Düzdür, buna Qaraqoyunlulardan Qara Yusif, Ağqoyunlulardan Uzun Həsən çoxlu cəhd etməsinə baxmayaraq mərkəzləşmiş dövlət qura bilmədilər. Buna mane olan amillər də, yəni səbəblər nələr idi? Burada elatlara, yəni vilayətlərdə yarımköçəri həyat tərzi keçirən elatlara nəzarət mümkün olmadı. Eyni zamanda soyurqal sisteminin mövcudluğu gətirdi dövlətin zəifləməsinə çıxardı və mərkəzləşmiş dövlət yarada bilmələrinə mane oldu. Torpaq sahibliyinə gəlsək, torpaq sahibliyi elə əvvəldən də mövcud olan divan, xas, mülk, vəqf, cəmaət torpaqları mövcud idi və soyurqal torpaq sahibliyi bu dövrdə yaranmışdı. Yəni divan bildiyimiz kimi dövlət torpaqları idi, dövlətə məxsus torpaqlar idi. Xas hökmdar ailəsinə məxsus, hakim sülaləyə məxsus torpaqlar idi. Mülk feodallara məxsus irsi torpaqlar idi. Vəqf dini idarələrə məxsus torpaqlar idi. Cəmaət icma torpağı idi. Soyurqal isə dedik ki, hərbi işlə məşğul olan yarımköçmə əyanlara xidmət müqabilində verilən torpaqlar idi və soyurqalın sahibi vergi toxunulmazlığına malik idi və irsən keçirdi soyurqal torpaqları. Yəni soyurqala qədər, yəni ta ərəblərin dövründən xidmət müqabilində verilən torpaqlar iqta idi. Artıq Qaraqoyunluların dövründən başlayaraq iqtanı əvəz elədi soyurqal. Bu soyurqalın da paylanması Ağqoyunlu, Qaraqoyunlu dövlətlərini zəiflətdi. Yəni mərkəzləşmiş dövlət yaratmasına mane oldu, yaranmasına mane oldu bu soyurqal torpaqlarının mövcudluğu. Gəldik vergilərə. Vergilər, əsas vergi malcəhət idi. Malcəhət məhsul vergisi idi. Yəni istehsal edilən məhsula görə alınan vergi malcəhət adlanırdı. Bundan başqa bəhrə vergisi də mövcud idi. Bəhrə də kəndlilərin suvarma suyundan istifadə etdiyinə görə ödədiyi vergi idi. Çobanbəyi, maldarlar otlaqdan istifadəyə görə verirdilər çobanbəyi vergisini. Tamğa vergisi sənətkar və tacirlərdən alınırdı. Bildiyimiz kimi tamğa vergisi Hülakilər dövründə yaranmışdı, yəni Monqolların dövründə yaranmışdı. Tamğa vergisini Uzun Həsən belə deyək ki, ləğv eləməyə çalışsa da bunu həyata keçirə bilməmişdi. Buna nail ola bilməmişdi. Tamğa vergisini ləğv elətdirən isə Səfəvilər dövründə Təhmasib, birinci Təhmasib olmuşdu. 1565-də ləğv olunmuşdu tamğa vergisi. Cizyə xristian əhalidən alınan can vergisi idi. Eyni zamanda bu dövrdə vergilərlə bağlı Həsən Padşah qanunları adı ilə məşhurlaşan qanunnamə də hazırlatdırmışdı Həsən Padşah. Bu hələ 16-cı əsrdə də qüvvədə qalmışdı bu qanunnamə. Bu qanunnamədə nəzərdə tutulurdu vergilərin miqdarı azaldılması və yəni daha doğrusu azaldılmışdı vergilərin miqdarı və əsas vergi malcəhət də məhsulun 5/1 qədər təyin olunmuşdu Həsən Padşahın bu qanunnaməsində. Azərbaycanda ilk qanunnaməni kim hazırlatdırmışdı desə, Salarilər dövründən Mərzban ibn Məhəmmədi götürəcəyik. Ondan sonra isə Həsən Padşah hazırlatdırmışdı qanunnaməni 15-ci əsrdə.
İqtisadi dirçəliş. Deməli 15-ci əsrin 30-80-ci illərində Azərbaycanda vəziyyət bir qədər sabitləşmişdi və bu da nəyə gətirib çıxaracaqdı? Şəhər həyatının canlanmasına. Təbrizə gəlsək, Təbriz sənətkarlıq və ticarət mərkəzi kimi rolu artdı. Bunun səbəbi nə idi? Çünki elə Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin paytaxtı idi Təbriz. Buna görə də rolu artacaqdı əlbəttə ki. Bakı 15-ci əsrin artıq ikinci yarısından Xəzərdə başlıca liman şəhərinə çevrildi. Bu dövrə qədər, yəni 15-ci əsrə qədər əsas liman şəhərimiz Dərbənd idi. Ancaq bu dövrdən sonra isə Bakı çevrildi əsas liman şəhərinə. Şamaxı haqqında da Şamaxıda olan İtalyan səyyahı Contarini demişdi ki, bu şəhər həyat üçün çox əlverişlidir və məhsul çoxluğu baxımından da Təbrizdən üstündür. Yəni Təbrizdən üstün olan şəhər hansı şəhər idi? Contarininin dediyinə görə Şamaxı şəhəri idi. Gəncə və Ərdəbil şəhərləri də mühüm sənətkarlıq və ticarət mərkəzlərindən biri idi. O dövrdə Avropa ilə, Qərb ölkələri ilə ticarətdə Azərbaycan ipəyi əsas rol oynayırdı. Xüsusən də bu ipəyimizin əsas alıcıları İtalyan tacirləri idi. Eyni zamanda Azərbaycan ipəyi Bursa və İstanbulun da toxuculuq müəssisələrini xammalla təmin edirdi. Bəs bu dövrdə xristian əhalinin vəziyyəti necə idi? Xristian əhalinin vəziyyəti çox yaxşı idi. Onlarla çox yaxşı rəftar olunurdu, əhalinin qayğısına qalınırdı. Eyni zamanda xristian din xadimləri də bir sıra imtiyazlara məxsus idilər. Gürcü və erməni ruhani təbəqələri vergilərdən azad da edilmişdilər. Eyni zamanda xristian kilsə və monastırlara məxsus torpaqlara da vergi toxunulmazlığı hüququ vermişdi. Bütün bunlardan da ermənilər yaxşı istifadə etdi və gedib Cahanşahdan icazə aldılar ki, erməni katolikosluğunun mərkəzini Kilikiyanın Sis şəhərindən İrəvana hökmətinə köçürsünlər. Cahanşah da 1441-ci ildə buna razılıq verdi və bundan sonra artıq İrəvan bölgəsində erməni təsiri güclənməyə başladı və onlar burada gəlib İrəvanda, Göyçə bölgəsində Alban xristian abidələrinin kitabələrini, digər başqa simvolları saxtalaşdırdılar və erməni abidəsi kimi təqdim etdilər. Dərsimiz bu qədər. Dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Kanalımıza abunə olmağı, videomuzu like etməyi unutmayın.